Hər vaxtınız xeyirli olsun əziz tələbələr. Bu videoda sizinlə PowerPoint proqramının izahına baxacağıq. PowerPoint proqramı bildiyimiz kimi elektron təqdimatların yaradılması və nümayişi üçün istifadə edilən ümumi təyinatlı tətbiqi proqramı idi. PowerPoint proqramına necə daxil ola bilərik? İş masasında və yaxud da tapşırıqlar panelində PowerPoint piktoqramını görərsəniz, yəni PowerPoint proqramının qısa yolunu görsəniz, bu şəkildə bu qısa yola keçid edərək PowerPoint proqramına daxil ola bilərsiniz. Həmçinin PowerPoint faylını açmaqla da yenə PowerPoint proqramına keçid etmək mümkündür. Bundan əlavə Start menüdən də PowerPoint proqramına daxil ola bilərdik. PowerPoint proqramının ümumi əsas pəncərə elementləri nələrdir? Biz açılmış pəncərədə Blank Presentation deyərək təqdimat faylı yaradırıq və belə bir sahə qarşımıza çıxır. Proqram pəncərəsində hansı elementlər yerləşir? Proqram pəncərəsində yuxarıda gördüyümüz birinci sətrə başlıq sətri deyilir. Başlıq sətrin üzərində pəncərənin idarə düymələri, ondan sonra Ribbon Display Options, ortada təqdimat faylının adı, sol tərəfdə isə cəhd müraciət paneli yerləşirdi. Ondan sonra ümumi lent görürdük pəncərədə. Lentin üzərində də tablar və lent qrupları, lent qrupu daxilində isə əmrlər yer alırdı. Sonra sol tərəfdə, pəncərənin sonunda bu gördüyünüz sahəyə deyilir təqdimatın strukturu. Bu sahədənsə biz slaydlara baxa, slaydlar arası keçid edə bilərik. Seçdiyimiz slayd isə ümumi işçi sahədə əks olunacaq. Slaydın aşağı hissəsində isə Click to Add Note bölməsi yerləşir. Click to Add Note bölməsi slaydın özünə daxil olmayan ayrıca verilən izahlardır ki, bu da Click to Add Note bölməsindən daxil edilir. Bir də son olaraq vəziyyət sətri görəcəksiniz. Vəziyyət sətrindən maraqlı və fərqli anlayışlar var. Deməli, burada slayd bölməsindən ümumi slayd sayını və neçənci slaydda dayandığını görə bilərsən. Ondan sonra burada görəcəksən ki, mövzu adı yer alır. Mövzu adı deyəndə nə başa düşülür? Söhbət təqdimat mövzusundan getmir. Biz ümumi təqdimat faylinə müxtəlif temalar, yəni mövzular tətbiq edə bilərik. Həmin tətbiq etmiş olduğumuz mövzuların adını vəziyyət sətrində görə bilərik. Yəni, vəziyyət sətrində nələri görmək olur deməli? Mövzunu görmək olur. Ondan sonra Proofing düyməsi vasitəsilə orfoqrafik qrammatik səhvlər yoxlana bilər. Sonra dil paneli vasitəsilə dil dəyişdirə bilərsən. Ondan sonra not bölməsindən biz o bayaq ümumi işçi sahənin aşağı hissəsində gördüyümüz qeyd qutusunu gizlədib göstərə bilərik. Comment şərh əlavə etmək üçün istifadə edilir. New əmrini icra etdikdə, deməli, ümumi slaydımıza yeni şərh əlavə edə bilirik. Yəni, əlavə etdiyimiz şərh də burada yer alacaq. Yəni, bu qaydada görə bilərsiniz. Deməli, şərh əlavə eləyəndə də o slaydın sol yuxarı küncündə bu qaydada şərh işarəsi olur. Amma bunun da yerini dəyişmək təbii ki, mümkün olacaqdır uşaqlar. Bu da belə. Yəni, buradan da bu qədər. İstəsən sonra silə də bilərsiniz. Normalda Word Excel-də biz vəziyyət sətrindən gördüyünüz kimi şərh əlavə edə bilmirdik. Amma Excel-də vəziyyət sətrindən şərh əlavə etmək mümkündür. Ondan sonra bundan əlavə də biz görünüş rejimlərini görə bilərik. Slideshow düyməsini görə bilirik vəziyyət sətrində. Slideshow düyməsi vasitəsilə çay slayddan nümayişə başlamaq mümkündür. Sonra, təbii ki, digər ofis proqramlarında da olan miqyas düyməsi. Miqyas düyməsi miqyası artırıb azaltmaq üçündür. Gördüyünüz kimi PowerPoint proqramında maksimal miqyas 400%, minimal miqyas isə 10% olaraq dəyişir. Deməli, bu da belə uşaqlar. Sonra, bunlar pəncərə elementləri oldu. Sağ tərəfdə də sürüşdürmə zolağı var ki, bunlar da deməli slaydlar üzrə keçid etmək üçün istifadə edilir. Və aşağıda 2 dənə düymə görəcəksiniz. Deməli, bunlar Preview Slides əvvəlki slayda, Next Slide isə növbəti slayda keçid üçün istifadə edilən düymələrdir. Baxın, bu öyrəndikləriniz nələr oldu? Pəncərə elementləri oldu. Məncə, burada sizə çox da çətin gələn bir şey yoxdur. Çünki Word Excel-də də, yəni ümumi proqram pəncərəsinin interfeysini müəyyən qədər öyrənmişsiniz. Təbii ki, Word-dən Excel-dən fərqlənir PowerPoint, amma oxşar tərəfləri daha çoxdur. İndi biz PowerPoint proqramında pəncərə elementlərini öyrəndik. Bəs ümumi PowerPoint-in əsas komponentləri hansılardır? Təbii ki, PowerPoint faylı. Deməli, PowerPoint faylı Blank Presentation deyərək yaradılır və buradan da başa düşülür ki, təqdimat faylının adı susmaya görə nə olacaq? Presentation. Presentation 1-dir. İndi mən təqdimat faylı haqqında sizə vacib olan məlumatları bölüşəcəm.
Hansı ki bunlarda yığcam formada burada videoda daha rahat öyrənəcəksiniz. Təqdimat faylı. Deməli, biz bir fayl haqqında öncə nələr bilməliyik? Faylın adı, faylın genişlənməsi haqqında məlumatlı olmalıyıq. Deməli, PowerPoint-dəki təqdimat faylının adı nə oldu? Deməli, Presentation 1 oldu. Ondan sonra bəs faylın ad genişlənməsi nədir? Faylın ad genişlənməsi pptx və yaxud da ppt. Ondan sonra şablon faylımızın ad genişlənməsi potx və yaxud da pot. Ondan sonra şablon faylımızı öyrəndik. Sonra nümayiş faylı deyilən bir fayl var. ppsx-də onun genişlənməsi. Bir də makros aktivləşdirilmiş təqdimat faylı var. Bunun genişlənməsi də pptm-dir. Burada maraqlı olan fayl növlərindən biri də ppsx-dir. Bu da nümayiş faylı dedik. Bəs nümayiş faylı deyəndə nə başa düşülür? Nümayiş faylı deyəndə biz nə başa düşürük? İndi bu haqda danışacağıq. Gəlin iş masasına qayıdaq və nümayiş rejimində olan bir fayla baxaq. Deməli, bu fayl nümayiş rejimində yadda saxlanılıb. Bu fayla klik etsəm, fayl birbaşa nümayiş rejimində açılacaq, yəni nümayiş etdiriləcək. Əgər nümayişi dayandırsam, həmin fayl bağlanacaq. Görəcəksiniz ki, həmin fayl açıq deyil, yəni bağlandı. Deməli, nümayiş faylı ilə bağlı əsas qeydlərimiz nədir? Nümayiş faylı birbaşa nümayiş rejimində açılır. Əgər nümayişdən imtina edərsən, bu halda fayl bağlanır. Yəni, beləliklə, bunlar ppsx genişlənməli fayl üçün əsas anlayışlardır. Yaxşı, təqdimat faylını necə yaratmaq olar? Hansı üsullarla yaratmaq olar? Bunlar da yenə Word Excel-də olduğu kimi olacaq. Fayl menüsündə Home bölməsinə blank presentation deyə bilərsən. New bölməsindən yenə blank presentation deyə bilərsən. Həmçinin burada şablonlar vasitəsilə də təqdimat faylı yarada bilərsən. Burada şablonların bəzilərinin içində məlumat olur, bəziləri isə boş olur. Ona görə biz şablonları təqdimat və yaxud da tərtibat şablonları olaraq iki qrupa ayırmışıq. Təqdimat, bir də tərtibat şablonları. Yəni, normalda Word Excel-də belə bir ayrış yox idi. Amma ki, PowerPoint-də bu tərzdə bir ayrılış var. Sonra başlıq sətrində cəld müraciət panelində biz new deyərək yeni təqdimat faylı yenə də yarada bilirik. Həmçinin təqdimat faylı yaratmaq üçün klaviaturadan icra ediləcək qısa yol isə Ctrl-N qısa yoldur. Yenə bu qısa yolda Word-də də, Excel-də də öyrənmiş olduğum bir qısa yoldur. Beləliklə, təqdimat faylı haqqında əsas anlayışları öyrəndik. Bəs təqdimat faylını təşkil edən əsas elementlərə nə deyilir? Slaydlar deyilir. Slayd haqqında nələr bilməliyik? İndi gəlin bunlara baxaq. Deməli, slaydlar ümumiyyətlə necə yaradılır? Bunlar əsas bilməli olduğumuz hissədir. Yeni slayd yaratmaq üçün biz Home tabına müraciət edə bilərik. Home tabında görəcəksən ki, Slides adlı lent qrupu var və burada da New Slide əmri var. Bu New Slide əmri vasitəsilə sən yeni bir slayd əlavə edə bilərsən. Deməli, slaydı yaratmağın bir yolu nə oldu? Home tabında Slides lent qrupu oldu. İndi baxsanız insert-ə görəcəksiniz ki, eyni lent qrupu, yəni Slides adlı lent qrupu insert-də də var. Deməli, buradan da New Slide deyərək yeni slayd yaratmağımız mümkündür. Deməli, növbəti qeydimiz nə olacaq? Insert-dən bağlı olacaq. Insert-də yenə eyni adlı lent qrupu, yəni Slides lent qrupu. Başqa hansı üsullarımız var? Slaydın üzərində sağ düymə sıxaraq, açılan kontekst menüdən New Slide deyərək də slayd yarada bilərsən. Deməli, növbəti üsulumuz slaydın kontekst menüsü olacaq. Sonra klaviaturadan qısa yollara baxaq. Klaviaturadan 2 dənə qısa yolu var. Deməli, klaviaturadan qısa yolu Ctrl-M-dir. Bir qısa yolumuz budur. M də make sözündən götürülüb, oradan yadda saxlaya bilərsiniz. Ctrl-M make sözündən götürülüb və yeni slayd yaratmaq üçündür. Bəzən tələbələr slayd yaratma anlayışı ilə təqdimat yaratma anlayışını qarışdırır. Təqdimat fayldır və fayllar Ctrl-N qısa yolu ilə yaradılır. Amma slayd faylın sadəcə bir obyektidir, yəni əsas obyektidir. Bunu Ctrl-M ilə yaratmaq mümkündür. Həmçinin slaydı seçərək Enter düyməsi sıxaraq da yeni slayd yarada bilərsən. Bəzən tələbələr deyir, müəllim, axı, Enter, məsələn, mətin qutusunun içərisində sıxıram, bu zaman abzas yaradır. Haqlısan. Əgər mətin qutusunun içərisində sıxsan, təbii ki, abzas yaradacaq. Amma biz nə deyirik? Deyir ki, slaydı seçib, slaydı seçdikdən sonra Enter düyməsi sıxsan, bu zaman nə baş verir? Gördüyün kimi yeni bir
slayd yaradır. Deməli, slaydı bu gördüyün 5 dənə fərqli üsulla yaratmaq mümkün oldu. Yaxşı, slaydla bağlı nələr qeyd eləyəcəyik? Deməli, yaradılmış təqdimat faylında susmaya görə bir dənə slayd olur və həmin slayda deyilir title slide, yəni başlıq slaydı. Yəni, bu slaydla bağlı birinci qeydimizdir. Ondan sonra slaydla bağlı bir digər qeydimiz isə slaydın yaradılmasından bağlıdır. Slaydın yaradılma üsullarını bəli, öyrəndim. Bəs slaydları qrup şəklində yaratmaq olarmı? Necə yaradılır? Və hara əlavə edilir? Məsələn, mən birinci, ikinci və üçüncü slaydı seçərək Ctrl+M sıxsam, nə baş verdi? Dördüncü slayd əlavə edildi. Yəni, buradan belə bir qayda ortaya çıxır ki, slaydları qrup halında yaratmaq olmaz. Yəni, slaydlar tək-tək yaradılır. Bu bir qeydimizdir slayddan bağlı. Digər qeydimiz isə nədir? Yaradılmış, yəni əlavə edilmiş slayd. Son seçilmiş slayd nədirsə, məsələn, məndə son seçilən slayd 3-dür. Həmin sonuncu slayddan sonraya daxil edilir. Əslində, bu Word-də səhifə əlavə edilməsinə bənzəyir. Necə Word-də yeni səhifə cari səhifədən, yəni kursorun dayandığı səhifədən sonraya əlavə edilirsə, deməli, PowerPoint-də də yeni səhifə, daha doğrusu yeni slayd, cari slayddan hər zaman sonraya əlavə edilir. Yəni, əvvələ əlavə edilməyəcək. Bunlar slaydla bağlı bilməli olduğun vacib qeydlərdir. Amma bununla bitmir, bir də slaydın kontekst menüsü var. Slaydın kontekst menüsü sağ düymə ilə açılır. Bəs bu kontekst menüdə hansı əmrlər var? Gəlin bu haqda danışaq. Əslində biz proqramı öyrənmədən bu əmrləri öyrənəndə bəziləri biraz yad görünə bilər, amma yenə də keçək üstündən. Deməli, cut copy əmrinin təyinatı onsuz da məlumdur. Cut slide olduğu yerdən kəsib yerini dəyişmək üçündür. Copy isə sadəcə sürətini mübadilə buferinə köçürür. Bu zamanda yapışdırmaq üçün isə paste əmrindən istifadə edəcəksən. New slide yeni slayd yaradır. Duplicate slide slaydın duplikatını, yəni sürətini yaradır. Delete slide slaydı silir. Add section təqdimatı bölmələrə ayırır. Layout slaydın strukturunu dəyişir. Yəni, baxın, slaydın bəzən strukturu fərqli ola bilər. Məsələn, bu slaydın hal-hazırki strukturuna görə mətn qutusu var, başlıq qutusu. Bir də aşağıda mətn qutusu var, amma bu mətn qutusuna, yəni multimedia obyektləri də yerləşdirilə bilir. Amma mən bu strukturu dəyişmək istəyirəmsə, deməli, layout əmri vasitəsilə təbii ki, bu strukturu dəyişə bilirəm. Ona görə də layout nədir? Slaydın strukturunu dəyişən bir əmrdir. Reset slide isə slaydın strukturunu əvvəlki halına bərpa edir. Format background slaydın arxa planını dəyişir. Foto albüm şəkillər toplusu əlavə edir. Hide slide isə deməli slaydımızı gizlədir. Bu da nümayişdə görünməsinin qarşısını alır. New comment isə yeni bir şərh əlavə edir. Ki, şərh əlavə etməyi də bayaq biz vəziyyət sətrindən də görmüşdük. Birazdan ümumiləşdirib şərh əlavə etmək üçün qeyd də verərik sizə. Deməli, beləliklə biz slaydla bağlı hər şeyi, əsas anlayışları öyrənmiş olduq. Həm yaradılmasını, həm kontekst menüsünü, həm yaradılmasına bağlı əlavə qeydləri, hər bir şeyi öyrəndik. İndi slaydı bildik. Bir də var slaydın dublikat anlayışı. Dublikat bir növ kopyalanmağa bənzəyir. Məsələn, kopyaladın, sonra yapışdırdın. Burada da slaydın sürətini yaratmış oldun. Amma duplicate biz ayrıca bir əmr kimi öyrənirik. Bunun da səbəbi odur ki, yoldaşlar, duplicate əmri copy əmrindən istifadə etmədən slaydın belə deyim, sürətini yaradır. Yəni, copy əmrindən istifadə etməməsi nə deməkdir? Yəni, mübadilə buferindən istifadə etmədən slaydın sürətini yaradır. Ona görə biz duplicate əmrini ayrıca öyrənirik. Deməli, yoldaşlar, slaydın duplikatını biz 5 dənə ayrı üsulla yarada bilərik. Gəlin bu üsullar haqqında danışaq. Deməli, birinci ilə Home tabından yaratmaq olar. Home tabında Clipboard link qrupuna müraciət edə bilərik. Clipboard link qrupunda copy-nin alt əmri var, duplicate. Deməli, copy mübadilə buferindən istifadə edərək sürətini yaradır. Amma duplicate onu mübadilə buferinə göndərmədən birbaşa duplikatını yaradır slaydın. Ona görə deməli, Home tabında Clipboard link qrupunu bura aid edə bilərik. Ondan sonra keçək Home tabındakı növbəti lent qrupuna. Home tabında Slides lent qrupunda New Slide'ın alt əmri var. Duplicate Select Slide. Bu əmr vasitəsilə də yenə slaydın duplikatını yaratmaq olar. Deməli, nə olacaq? Yenə Home tabında sadəcə bu dəfə fərqli qrupun adını yazacağım. Slides lent qrupu. Home'dakı Slides lent qrupunda bu əmr varsa, deməli Insert'də də var. Çünki Insert'də də New Slide əmri vardı və onun alt əmrləri arasında Duplicate Select Slide əmrini görə bilirəm.
Deməli, bu sıraya insert-i də əlavə edə bilərəm. Deməli, insert-də slides lent qrupu. Bir də klaviaturadan qısa yolu var. Ctrl-D. Bəs bu D hərdən gəlir? Elə duplicate sözündən gələcək. Bir də slaydın bayaq kontekst menüsündə də yenə duplicate əmrini gördük. Bu da slaydın duplikatını yaratdı. Ona görə slaydın kontekst menüsündə bura aid edəcəm. Deməli, beləliklə 5 üsulla da slaydın duplikatını yaratdıq. Bir də qeyd eləyin ki, mütləq, baxın, duplicate əmri, başda da dedim, əmri mübadilə buferindən istifadə etmədən slaydın sürətini yaradır. Bunun da fərqini anlamaq üçün qeyd edə bilərsiniz. Bu da belə yoldaşlar. Beləliklə siz duplicate ilə bağlı da əsas anlayışları öyrənmiş oldunuz. Sonra keçək təqdimatda növbəti əsas anlayışa. Slayd haqqında ətraflı öyrəndik. Keçək qeyd anlayışına. Yadınızdadır, bayaq pəncərə limitlərini öyrənəndə dedik ki, işçi sahənin aşağı hissəsində click to add note bölməsi var. Bu əlavə qeydlər üçündür. Yoldaşlar, bu qeydlər slaydın daxilində yerləşmir, slayddan xaricdə yerləşir. Düzdür, faylın bir parçasıdır, yəni ümumi təqdimat faylın içərisindədir, amma slayd üzərində yerləşməyəcək bu qeydlər. Bu qeydlər həmçinin nümayiş zamanı nümayişi izləyən şəxslərə görünmür. Sadəcə nümayişi idarə edən şəxs bu qeydləri görə bilir. Yəni, universitetdə üzündən oxumaq fikriniz olsa, slayddan oxuyun. Ən azından bu qeyd qutularından oxuyun ki, çox diqqət çəkməyəsiniz. Deməli, beləliklə də biz qeyd qutusu anlayışını öyrəndik. Bu qeyd qutusunu istədiyiniz vaxt çapa verərsiniz. Yəni, çap rejimində bunu təyin edə bilərsiniz, çap etməyə edə bilərsiniz. Bu da özünüzün istəyinə bağlıdır. Ondan sonra handout anlayışı var. Handout nədir? Handout deyəndə dilimizdə paylanma materialı olaraq tərcümə edilir. Bəs paylanma materialı nədir? Məsələn, biz təqdimatı nümayiş etdirmədən qabaq, nümayiş iştirakçılarına, yəni nümayişi izləyəcək şəxslərə öncədən məzmunla tanış olsunlar deyə müəyyən bir material paylayırıq. Bu materialda da bir üzdə bir neçə dənə slayd əks etdirilir. Bu zaman həmin iştirakçılar öncədən təqdimatın məzmunu ilə tanış olurlar. Deməli, qısası handout nədir? Nümayişdən qabaq iştirakçılara, yəni nümayişi izləyəcək şəxslərə paylanan bir üzdə bir neçə dənə slaydın olduğu bir materialdır. Yəni, paylanma materialına tərif verəcək olsaydıq, bu şəkildə tərif verərdik. Və beləliklə də ümumi PowerPoint-də əsas komponentləri, yəni faylla bağlı əsas komponentləri öyrənmiş oldunuz. Ən önəmlisi də bilin ki, təqdimat faylı ümumi fayldır, slayd sadəcə onun əsas tərkib hissəsidir. Çünki tələbələr o qədər dillərində slayd yaratdım ifadəsi işlədirlər ki, və buna görə də biraz bəzən özlərini çaşdırmış olurlar. Ona görə də bu məqamda diqqətli olmağınızı istəyirəm. Və bu da belə. İndi bunları öyrəndiyimizə görə keçib artıq ayrı-ayrıqda tabları, lent qruplarını öyrənə bilərik. Əslində mən istəyirəm ki, 2 video şəklində sizə atım ki, sizin üçün yorucu olmasın, uzun-uzadı. Ona görə mən bu videoda tabların bir hissəsini izah eləyəcəm. Yəqin ki, transition tabına qədər izah eləyəcəm. Növbəti videoda isə sırf PowerPoint-a xas olan transition, animation, slideshow kimi tabları izah eləyəcəm. Çox maraqlıdır. Yəni, növbəti videoya da mütləq baxın. İndi davam edirəm. Baxaq fayl menüsünə. Əgər Word-ü öyrənmisənsə, əgər Excel-i öyrənmisənsə, burada fayl menüsü sadəcə təkrardır. Yəni, sadəcə təkrar. Yəni, Home bölməsində yeni fayl yarada bilərsən və Recent bölməsindən son istifadə edilən fayllara baxa bilərsən. Və buradakı maksimal sayımız nə qədər idi? Deməli, 50 dənə idi. New yeni təqdimat faylı yaradır. Open yaddaşdakı faylı açmaq üçün indi qısa yolu Ctrl-O və yaxud da Ctrl-F12 idi. Info fayl haqqındakı məlumatlara baxırdı. Buradan biz faylı kim yaradıb, nə qədər vaxt üzərində işləyib, yəni bunların hamısına baxa bilirdik. Həmçinin Protect bölməsindən təqdimat faylını biz mühafizə edə bilərik. Save ilə Save As-in fərqini öyrənmişdik ki, Save dəyişikliklərlə bir yerdə
faylı yaddaşa verir. Save as isə faylı fərqli formada yaddaşa verir ki, bu da Word-də öyrəndiyimiz anlayışlar eynidir. Yəni hansı qovluqda, hansı adla, hansı tipdə yadda saxlansın. Sonra müəllif adı əlavə edə bilərsən, tag əlavə edə bilərsən. Sonra General Options bölməsindən yenə mühafizə edə bilərsən. Yəni açılışa və dəyişikliyə parol qoya bilərsən. Yəni bu da Save as-la bağlı əsas anlayışlardır. Qısa yollar da ki, bayaq demədim, Save-in qısa yolu Ctrl+S, Save as-in qısa yolu da təbii ki, F12-dir. Sonra print bölməsi. Print bölməsi isə nə üçündür? Çapa vermək və yaxud da çapdan öncəki görünüşünə baxmaq üçündür. Mən bunun üçün istəyirəm başqa bir fayl açım ki, burada slayt daha çoxdur, onun üzərindən daha rahat izah edə bilərəm. Əslində burada Word-dəki printi başa düşmüsənsə, bu da çox rahatdır. Kopya bölməsinə sən kopya sayını təyin edə bilərsən, yəni nüsxə sayı. Yəni bu faylı neçə kopya çap eləyəcəksən. Sonra Settings bölməsinə əgər Print All Slide əmri seçilibsə, deməli bu təqdimatda olan 41 slaydın hər biri çapa gedəcək. Yəni bütün təqdimatı çapa verir. Bir də var Print Selection. Burada bir dənə izahına baxın. Only Print Select Slide. Yəni sadəcə seçilmiş slaydlar. Deməli Print Selection nəyi çap etmək üçündür? Seçilmiş slaydları. Yəni məsələn 1-ci, 2-ci, 3-cü və 4-cü slaydı seçirəm və Ctrl+P sıxıram. Bu zaman Print Selection aktivləşir və görəcəksən ki, artıq neçə dənə slayd çapa gedir? 4 dənə slayd çapa gedir. Bununla bağlı demin bir dənə çaşdırıcı sual olub, istəyirəm onu qeyd kimi yazasınız. İndi qeyd dəftərinizi yenidən açın və qeyd edin. Deməli, təqdimatda, yəni PowerPoint-də təqdimat faylında slayd obyektlərini ayrılıqda çapa vermək mümkün deyil. Slayd obyekti slaydın üzərindəki mətn qutuları, şəkillər, fiqurlar bunlardır. Yəni mən ayrıca hər hansı bir şəkili, mətn qutusunu seçib çapa verə bilmərəm. Ona görə də qeydinizi belə yaza bilərsiniz ki, hər hansı bir slayd obyekti ayrıca çapa gedə bilməz. Yəni bu seçilmişsə deyəndə qətiyyən bunu başa düşmürük. Yəni seçilmiş slaydlar başa düşürük. Ondan sonra Current slide cari bir dənə slaydı çap eləyir. Bir də Custom Range isə təyin edilmiş intervaldakı slaydları çap edir. Məsələn, mən istəyirəm ki, 3-cü slaydı çap eləyim. Ondan sonra 10-dan 25-ə qədər slaydlar çap eləyim. Bir də 35-dən 40-a qədər slaydlar çap eləyim. Bu zaman nə baş verəcək? Bu zaman 3-cü slayd 10-dan 15-ə qədər, 10-dan 25-ə qədər deməli neçə dənə slayd eləyir? 16 dənə slayd və 35-dən 40-a qədər 6 dənə slayd çap edilir. Bu arada interval olanda nə edirdik? Sayı tapmaq üçün çıxır, üstünə 1 gəlirdik. Yəni məsələn 10-dan 25-ə neçə slayd olduğunu tapmaq üçün sən 25-dən 10-u çıxıb üstünə 1 gəlirsən və yaxud da 35-dən 40-a neçə slayd olduğunu tapmaq üçün 40-dan 35-ə çıxıb üstünə 1 gəlirsən. Yəni bunlar bildiyimiz şeylərdir. Sonra keçək növbəti əmrimizə. Burada full page slides. Bu demək ki, bir üzdə bir slayd çap edilir. Not page o deməkdir ki, slaydla yanaşı slayd qeydləri də çap edilə bilir. Ondan sonra outline odur ki, bu zaman slaydın sadəcə mətnləri çapa gedir. Sonra keçək handout bölməsinə. Handout nə idi? Paylanma materialıdır. Yəni bir üzündə bir neçə slayd olan material idi. Bəs təqdimat faylını çap edərkən biz bir üzdə neçə dənə slayd çap edə bilərik? Bir üzdə 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə, 6 dənə və maksimum 9 dənə slayd çap etmək olar. Deyəcəksiniz ki, mənim burada biri horizontal, biri vertical verilib. Bunun mənası nədir? Horizontal odur ki, slaydlar üfüqi ardıcıllıqla düzülür. Yəni birinci slayd, yəni belə göstərim də sənə. Birinci slayd, ikinci slayd, üçüncü slayd, dördüncü slayd. Əgər buradan vertical əmri icra edilibsə, bu deməkdir ki, slaydların ardıcıllığı şaquli istiqamətdədir. Yəni, birinci slayd, ikinci slayd, üçüncü slayd, dördüncü slayd. Yəni, bu əmrlərin sadəcə bir-birindən fərqi buradadır, uşaqlar. Yəni, başqa bir fərqi yoxdur. Ondan sonra deməli, PowerPoint üçün qeyd nə yazdıq? Bir üzdə maksimum 9 slayd çap etmək olar. Bəs yadınıza salın görün, Word-də bir üzdə maksimum neçə səhifə çap etmək olurdu? Yadınıza düşdü, ümid edirəm ki, düşmüş olar. Yəni, bu 16 dənə slayddır. İndi videodan sizin səsinizi eşitmirəm, axı danlaya bilmirəm. Belə realda olsaydınız, səhv desəydiniz, indi
Həm də siz də anlamış olun. Nəysə, öz-özümə danışıram. Keçək Collated bölməsinə. Collated bölməsi də yenə Office proqramlarından Word-dan tanışdıq. Yəni, Collated neyniyəcək? Slaydları ardıcıl çap eləyəcək hər kopya üçün. Uncollated isə hər kopya üçün slaydları ayrı-ayrıqda, yəni tək-tək çap eləyəcək. Sonra yoldaşlar, bəs məsələ həllində necə həll eləyirdik? Məsələ həllində birinci sən Settings bölməsinə baxırsan, ikinci olaraq bu Full Page Slide bölməsinə baxırsan, burada bir üzdə neçə slaydın çap ediləcəyini müəyyən edirsən. Bir də burada One Side, Both Side olmalıdır. Məndə yoxdur. Əgər olsa One Side, Both Side, üçüncü addımda həmin hissəyə baxırsan və son addımda isə kopya sayına baxırsan. İndi məsələn, məndə One Side, Both Side yoxdur deyə mən 1-ə, 2-yə, bir də sonuncu mərhələyə baxıram. Yəni, məsələn, tutalım. Məndə all slide-dır və 6 seçin. Deməli, 41 slayd idi. İndi burada 7-yə fikir verməyin, təqdimət 41 slayddan ibarət idi. 41-i 6-ya böləndə neçə dənə üzdə çap edilir? 7. Həmin bu aşağıda yazılan 7, həmin 7-dir. Yəni, 7 dənə üzdə çap edilir. Baxın, bu qaydada bölünür, çap edilir. Ondan sonra, deməli, 7 dənə üzdə çap edilir. 7 dənə üzdə 7 dənə ayrı vərəqdə çap edilir. Onda bir nüsxə üçün 7 vərəq, 4, daha doğrusu 6 kopya üçün də 6 dəfə 7, 42 vərəq lazım olur. Əgər one side, both side əmrləri olsaydı, one side bir üzlü çapdır. Yəni, 7 dənə üz 7 ayrı vərəqdə çap edilər. Both side isə 2 üzlü çap idi. Bu isə deməli, 2 üzü bir vərəqdə çap edir deyə bu zaman vərəq sayını tapanda əlavə 2-yə də bölmək lazım gəlirdi. Yəni, bu da belə. Sonra yoldaşlar, landscape bölməsindən biz səmtləşmə istiqamətini, color bölməsindən isə rəng parametrlərini dəyişə bilərik. Color rəngli, sonra boz çap eləyə bilərik. Bir də black and white, yəni ağ-qara çap da edə bilərik. Bu da rəng parametrlərinin dəyişdirilməsidir. Edit Header and Footer bölməsinə klik eləyəndə isə Header and Footer adlı dialoq pəncərəsi açılır. Bu dialoq pəncərəsindən slaydlara biz sərlövhələr də verə bilərik. Yəni, deməli, sərlövhə anlayışı Word-də, Excel-də olduğu kimi PowerPoint-də də qarşımıza çıxır. Sadəcə PowerPoint-də Page Setup dialoq pəncərəsi yoxdur. Məsələn, Word, Excel-də Page Setup dialoq pəncərəsi var idi deyə burada Page Setup yazılırdı. Amma PowerPoint-da o pəncərə yoxdur deyə onun yerinə Edit Header and Footer yazılır. Yəni, Header and Footer adlı dialoq pəncərəsi var çünki. Beləliklə, fayl menüsündə yekunlaşdırmış olduq, həm də biraz təkrar eləmiş olduq. Keçək Home tabını araşdıraq. Deməli, Home tabında nələr var? Bu haqda danışacağım. Deməli, Clipboard Lent qrupundakı əmrlər Word-dəkindən eynidir. Copy sürətini yaradır, cut kəsir, paste yapışdırır. Slide Lent qrupunda New Slide yeni slide yaradırdı. Bunu bildik. Ondan sonra Duplicate Slide dedik, slaydın duplikatını yaradır. Bəs Slide From Outline nədir? Bu, hər hansı mətnin slayda daxil edilməsi üçündür. Reuse Slide isə başqa bir təqdimat faylında hansı açılır? Heç bir açılmır. Başqa bir təqdimat faylında olan slaydların cər təqdimat faylında yenidən istifadə edilməsi üçündür. Məsələn, buradan seçim, təsdiq edin. Bax, məsələn, mən gəlirəm, istifadə edirəm. Baxın, bu qaydada istifadə edə bilirəm. Yəni, bu əmrin təyinatı nə oldu? Slaydları, yəni başqa bir təqdimat faylında olan slaydların təkrar istifadəsi üçündür. Layout slaydın strukturunu dəyişir. Ondan sonra, yəni Word-də layout adlı tab olmur, əsas tab. Yəni, bir dənə əmr kimi var, o da slaydın içərisindədir. Reset slaydın strukturunu əvvəlki halına bərpa edir bu qaydada. Ondan sonra section isə təqdimatı bölmələrə ayırır. Bölmələri ayıranda necə olur? Yəni, hər bölmə ayrı-ayrı slaydlardan ibarət olur. Məsələn, mən 4-cü slaydı seçirəm və add section deyirəm. Bu zaman 4 daxil olmaqla 4-dən sonra yeni bir bölmə əlavə edilir. Məsələn, bölmə 2 əlavə etdim bu qaydada. Ondan qabaqki 3 slayd isə artıq bölmə 1-ə aid edilir. Yəni, bu şəkildə biz təqdimatı bölmələrə ayıra bilərik. Məsələn, Collapse yeri hamısını yığdım. Görəcəksiniz ki, mənim təqdimatımda 2 dənə bölmə var. Bəzən bu şəkli verib, sizdən ümumi slayd sayını istəyə bilərlər. Birinci bölmədə 3, ikinci bölmədə 4 dənə slayd var. Onda deməli, təqdimatda ümumi neçə dənə slayd olacaq? 3 və 4-ü cəmləsən, eləyəcək 7 dənə slayd. Yəni, bu da bu qaydada olur. Sonra fonta gələk. Fonttakı əmrlərdən biz, deməli, şriftin
növünü təyin edə bilərsən. Şriftin ölçüsünü dəyişə bilərsən. Gəlin şriftin ölçüsünə bağlı da qeyd yazaq. Deməli, uşaqlar, şriftin ölçüsü necədir görək. Şriftin ölçüsü standart halda 8-dən 96-ya qədər idi. Amma Word-də, Excel-də sən bunu necə öyrənmişdin standart halda 8.72. Amma PowerPoint-da 8.96 punkt arasında dəyişir. Maksimal minimal ölçü isə 1 ilə 4000 punkt arasında dəyişir. Bu göstərici də xeyli yüksəkdir. Gəlin bir dənə yadda salaq ki, Word-də necə idi. Word-də standart ölçü 8.72, maksimal minimal ölçü 1 ilə 1638 punkt idi. Excel-də standart ölçü 8.72, maksimal minimal ölçü isə 1 ilə 409 punkt arasındaydı. PowerPoint-də isə standart ölçü 8.96, maksimal minimal ölçü isə 1 ilə 4000 punkt arasında dəyişir. Increase, bu əmrləri istəyirəm tək-tək izah eləməyim. Burada məsələn, character spacing izah eləyim. Bu simvollar arası məsafəni artırmaq üçün istifadə edilir. Əslində bu Word-də də var idi, sadəcə Word-də fontun dialoq pəncərəsində idi. Sonra highlight coloru bilirik, font coloru da bilirik. Bir də fərqli əmr text shadow'dur. Bu isə deməli mətnlərə kölgə effekti vermək üçün istifadə edilir. Əslində bu əmr bilirsiniz nəyə oxşuyur? Word-də text effekt var idi, mətndə müxtəlif effektlər verən əmr. Həmin əmrə bənzəyir biraz. Sonra, fontun dialoq pəncərəsinə baxsanız, fontun dialoq pəncərəsi font və character spacing adlı pəncərə əlavələrindən ibarət olur. Buradakı əmrlərdən fərqli olan bir dənə son əmrdir, character hide. Neyinir? Bu əmr simvolların hündürlüklərini bərabərləşdirir. Sonra character spacing isə simvol arası məsafəni dəyişir. Bu da belə. Sonra keçək paragrafa. Paragraf length qrupunda məsələn bottle, barrel. Yəni bu əmr nə edir? Markerlənmiş siyahılar yaratmaq üçün istifadə edilir. Ondan sonra nömrələnmiş siyahı da yaratmaq mümkündür yenə. Sonra increase indent, decrease indent. Soldan boşluq məsafəsini mətnin artırıb azaldır. Sonra sətirlər arası məsafəni dəyişə bilərsən. Text direction nə iş görür? Görün, burada da adı elədim. Text direction'dır. Deməli, mətn qutusu daxilində mətnin döndərilməsi əməliyyatını icra edir. Sonra mətnin düzləndirilməsi var. Biz mətni deməli, sağa, sola, mərkəzə hər iki tərəfdən düzləndirə bilərik. Kolon mətni sütunlara bölür. Bu, normalda mətnin sütunlara bölünməli salınışı Word-də harada yerləşirdi? Word-də layout da yerləşirdi, mətni sütunlara bölmək. Amma bu, PowerPoint-da hara yerləşir? Paragrafa yerləşir. Birazdan sizin üçün bir də ümumiləşdirmə eləyəcəm, daha yaxşı tutacaqsınız. Ondan sonra həm də mətn qutusu daxilində mətni şaquli düzləndirmək də olur. Top, middle, bottom, bu da şaquli düzləndirmək üçün istifadə edilir. İndi buradan sizə bir taktika verim. Ümumiyyətlə, PowerPoint bir mətn prosesor deyil ki, dursun hər taba mətnlə bağlı əmr əlavə eləsin. Ona görə də Home-da mətn fraqmentinə bağlı, mətnlərlə bağlı əməliyyatlar cəmi 2 dənə qrupa yığılıb. Font və paragrafa, yəni digər tablarda yoxdur. Font ümumi simvolla, şriflə bağlı işlər görür. Paragraf isə mətn qutusu daxilindəki ümumi mətnlə bağlı işlər görür. Yəni, abzasların nömrələnməsi, işarələnməsi, sətirlər arası məsafə, mətn qutusu daxilindəki mətnin üfüqi, şaquli düzləndirilməsi kimi əməliyyatları icra edir. Bir də burada əmrimizin adı Convert to SmartArt əmridir. Bu mətnləri, sxemləri SmartArt obyektinə çevirmək üçün istifadə edilir. O zaman da dizayn və format köməkçi tabları əks olunur. SmartArt əmri həm də insert də var. Fərqi birazdan izah edəcəm. Bu qalsın belə. Ondan sonra Drawing Length qrupu. Drawing Length qrupu ilk dəfə PowerPoint-da qarşınıza çıxır, elə son dəfə də PowerPoint-da qarşınıza çıxacaq. Buradan shape vasitəsilə müxtəlif fiqurlar əlavə etmək olar. Məsələn, normalda Word-də, Excel-də ancaq insert-dən əlavə edirdik. Bir də format köməkçi tabında olurdu. Amma burada insert və format köməkçi tabı ilə yanaşı Home-da da olur. Arrange isə slide əlavə edilmiş qrafik obyektlə bağlı qrafik obyektin sənəd üzərində mövqeyi, düzləndirilməsi ilə bağlı əməliyyatları icra edir. Və belə deyim ki, bu arrange-nin alt əmrləri ilə bağlı.
Nəsə dövlət qulluğunda çoxsal istifadə ediblər bu il. Bilmirəm, magistrada salarlarmı? Deməli, birinci bring forward, bring to front neyniyir? Qrafik obyekti digərlərinə nəzərən ön plana, sonra arxa plana keçirə bilir. Burada əgər birinci və ikinci əmr bir neçə qrafik obyektə nəzərəndə, amma bring forward, send backward iki qrafik obyektin bir-birinə nəzərən mövqeyini ön plana və yaxud da arxa plana dəyişir. Sonra qrup əmri qrafik obyektləri qruplaşdırmaq üçün istifadə edilən bir əmrdir. Yəni, buradan ona görə mən 2 dənə qrafik obyekt əlavə etdim ki, qruplaşdıra bilim. Yəni, buradan qruplaşdıra bilərsən. Ungrup qruplaşdırmağı ləğv edir. Align qrafik obyektin yerini dəyişir. Ondan sonra rotate isə qrafik obyektin döndərilməsini təmin edir. Məsələn, rotate right 90, bu sağa 90 dərəcə, rotate left 90, sola 90 dərəcə döndərir. Məsələn, Dövlət Qulluğu 2 qəbulunda bu sualı təkrar salıb. İşarələyib ki, bu əmr nə iş görür? Sualımızın cavabı nədir? Qrafik obyekti 90 dərəcə sağa, left isə 90 dərəcə sola döndürür. Flip vertical nə edir? Şaquli istiqamətdə döndürür. Flip horizontal isə üfüqi istiqamətdə sağa sola döndərmək üçün istifadə edilir. Yəni, belə deyim də, flip vertical üfüqi simmetrik xəttə nəzərən şaquli istiqamətdə yuxarı aşağı döndərir. Flip horizontal isə şaquli xəttə nəzərən sağa sola döndərmək üçün istifadə edilir. Yəni, bu qaydada bir-birindən fərqlənəcək. Ondan sonra Quick Styles müxtəlif stillər verir. Shape Fill qrafik obyektin rənglənməsi üçündür. Shape Outline qrafik obyektin sərhəd xəttlərini rəngləyir. Ondan sonra Shape Effect isə yenə qrafik obyektdə müxtəlif effektlər verir. Kölgə effekti və s. digər effektlər, məsələn, belə. Sonra editingdə find axtarış üçün istifadə edilir slayd daxilində. Replace əvəz etmə funksiyasını daşıyacaq. Select isə select all. Select all biraz izah edək. Select all nə üçündür? Əgər sən slayd daxilində hər hansı bir obyekti seçərək select all icra edərsənsə, o zaman slaydın daxilindəki bütün slayd obyektləri seçilir. Yox, əgər hər hansı slaydı seçib select all icra edərsənsə, bu zaman təqdimatdakı bütün slaydlar seçilir. Yəni, bu da biraz çaşdırıcı bir məqamdır. Deməli, slaydın daxilindəki slayd obyektini seçib select all deyəndə, yəni Ctrl-A deyəndə, lap qısa yolla deyim, bu zaman həmin bu, məsələn, 6-cı slayddayanda sırf bu 6-cı slaydın daxilindəki bütün obyektlər seçilir. Amma məsələn, sırf 4-cü slaydın özünü seçsən, bax sol tərəfdə və select all icra etsən, bu zaman təqdimatdakı bütün slaydlar seçilmiş olur. Bu da bir məqam. Deməli, beləliklə Home tabında yekunlaşdırmış olduq. Keçək Insert tabı haqqında danışmağa. Insertdəki slaydla istəyirəm ki, Home-dakı Slides Length qrupunu biraz fərqləndirək, yəni müqayisə edək. Deməli, bu Home-dakı Slides Length qrupudur. Şəklini əlavə edirəm. Bu gördüyün Home-dakı Slides Length qrupudur. Digər gördüyün isə bu şəkildə əlavə edək. Insert-dəki Slides Length qrupudur. Bir-birindən fərqi nədir? New slide əmri və onun alt əmrləri hər ikisində var. Fərqlənən isə sağdadır. Home-dakı Slides Length qrupu əlavə olaraq Layout, Reset və Section əmrlərini özündə saxlayır. Amma Insert-dəki slaytda bu əmrlər yoxdur və əsas elə buna görə fərqlənir. Məsələn, slaydın strukturunu dəyişmək desə, ancaq Home tabını götürəcəksən. Slaydın strukturunu bərpa eləmək desə, yenə Home tabını götürəcəksən. Təqdimatı bölmələrə ayırmaq desə, yenə Home tabını götürəcəksən. Yəni, Insert-ı götürməyəcəksən. Çünki burada 3 əmrə görə fərqlənir. Bu da belə yoldaşlar. Table cədvəl əlavə etmək üçündür. Sonra indi burada bir digər fərqini izah edin Word-lə PowerPoint-ın. Normalda Word-də fikir versəniz, Illustration içərisində həm şəkillər, screenshot, həm də digər qrafik obyektlər var idi. Amma PowerPoint-da burada görürsünüz ki, Picture-dır, screenshot-dur, bunlar ayrılıb ayrıca bir image length qrupu olaraq verilir. Yəni, bura biraz diqqət edin. Yəni, image length qrupu var.
Sonra Illustration'dakı yerdə qalan əmrlər olduğu kimi qalıb. Sonra keçək comment. Comment şərh əlavə edir. İndi şərhin əlavə edilməsinə bağlı gəlin bir qeyd verək. Deməli, biz şərhi hardan əlavə edə bilərik? Biz şərhi 4 üsuldan əlavə edə bilərik. Bunu insert-də comment əmri ilə eləyə bilərik. Sonra bu əməliyyatı review-dan da etmək olar comment əmri ilə. Deməli, review-dan etmək olar. Sonra slide-ın kontekst menüsündən etmək olar. Bir də ki, vəziyyət sətrindən etmək olar. Ki, vəziyyət sətrini ilk dəfə burada gördünüz. Və şərh əlavə edəndə bu şərh slaydın üzərində əks etdirilir. Baxın, bu qaydada. Yəni, bu şərh işarəsini gördüksə, o deməkdir ki, slayda şərh əlavə edilir. Bu da şərhin əlavə edilməsi ilə bağlı bir qeyd. Sonra, TextLength qrupunda fərqli olan əmrlərdən biri header footer'dır. Normalda Word-də header footer ayrıca bir qrup idi, amma PowerPoint-də textin içindədir. Header footer sərlövhə əlavə edir. Sadəcə sərlövhə ilə bağlı maraqlı bir məqam var. Əgər sən sadəcə slaydın özünə sərlövhə əlavə edə bilirsənsə, ancaq aşağı sərlövhə, yəni footer əlavə edə bilərsən. Yəni, slayd üçün sadəcə footer seçim var. Məsələn, tutalım, yazıram əjdahalarım. Və belə yazdım və apply tool dedim. Ancaq görürsünüz bu əjdahalarım aşağıda. Slaydın aşağı tərəfinə əlavə edildi. Bütün slaydlarda var. Bu o deməkdir ki, qeyd edə bilərsiniz ki, slaydın özünə ancaq və ancaq aşağı sərlövhə əlavə etmək olar. Bəs bu header nə vaxt əlavə edilir? Yuxarı sərlövhə isə deməli note and handout, yəni qeyd vərəqini əlavə etmək olar. Bir də handout materialını əlavə etmək olar. Məsələn, tutalım, yazıram ki, Qoçaq bu header olsun, footer'da tələbələrim olsun. Məsələn, bunu tətbiq elədim. Bunu hal-hazırda görməyəcəksən slayda üzərində. Çünki mən bunu dəyişmişəm. Note page rejimi üçün qoymuşam. Bax, note page rejiminə gələn kimi yuxarıda Qoçaq, aşağıda tələbələrim sərlövhəsini gördünüz. Yəni, deməli, yuxarı-aşağı sərlövhə note page rejimində, bir də handout materialında ola bilər. Handout materialı da nə idi, uşaqlar? Handout materialı paylanma materialı idi. Hansı ki, bu paylanma materialında da yenə görürsünüz, paylanma materialında yenə yuxarı, aşağı sərlövhə görünə bilir. Yəni, ona görə də buna baxırıq. Bu da bu qaydada, uşaqlar. Buradan da bir qeydimizi öyrəndik. Bəs buradan sərlövhələrə biz nələr əlavə edə bilirik? Gəlin, bu haqda da biraz danışaq. Vaxt, tarix əlavə edə bilirik burada sərlövhələrə. Amma burada, məsələn, qrafik, obyekt əlavə etmək mümkün olmur. Ancaq belə. Bir də slayd nömrəsi əlavə edə bilərik. Deməli, PowerPoint-da sərlövhəyə slayd nömrəsi, vaxt, tarix və mətn əlavə etmək mümkündür. Amma Word-də, Excel-də biraz seçimlərimiz daha çox idi. Mən Word-də, Excel keçəndə də yenə sizə bunların qeydlərini yazdırmışam. Sonra slide number-da slaydları nömrələyir. Yəni, məsələn, gəlin slaydlara nömrə əlavə edək. Bura get. Nömrələrdirsə də mən görmürəm hara. 8 bura. Aha. Deməli, sağ-aşağı küncdə gördüyünüz kimi slaydlar nömrələnmiş oldu. Beləliklə, slaydları nömrələdik. Simvol length qrupunda equation düstur, simvol isə simvollar əlavə edir. Video vasitəsilə siz müxtəlif videoları slayd əlavə edə bilərsiniz.
Bunu kompüter yaddaşından da əlavə edə bilərsiniz. Link kimi də əlavə edə bilərsiniz, keçid kimi. Məndə olacaqdı linklər. Bəzən linklər hara düşüb, görə bilməm. Yəqin bunlar olar da. Bu linkləri əlavə edə bilərik. Belə. Sonra keçək audio bölməsindən. Audio bölməsindən səs əlavə edə bilərsiniz. Bunu kompüterdən də əlavə edə bilərsiniz. Ya da özünüz rekord eləyib yaza bilərsiniz slaydın üzərinə. Bir də screen recording var. Bu da ekranın əvvəlcədən təyin edilmiş sahəsində rekord başladır. Sırf həmin təyin edilmiş hissədə rekord olur. Bu hissədə, bu çərçivə daxilində. Ancaq bu çərçivə daxilində qeydlər aparılır. Yəni, siz ancaq bu çərçivənin içərisini görə bilərsiniz. İndi buradan da rekordu dayandırıram və görəcəksiniz ki, həmin rekord video kimi bura əlavə edildi. Ancaq bu çərçivə daxilində da belə uşaqlar. Sonra insert-i yekunlaşdırdıq. Keçək dizayna. Deməli, dizaynda tema bölməsinə slayda təqdimatları müxtəlif mövzular tətbiq edə bilirsən və həmin mövzular harada görünür dedik vəziyyət sətrinə. Variant bölməsinə müxtəlif variantlar tətbiq edə bilərsən və customize bölməsindən format background slaydın arxa planı dəyişir. Bunu həm slaydın kontekst menüsündən də etmək olar. Format background. Həm də dizayn tabından edə bilərsən. Slayd size slaydın ölçüsünü dəyişir. Custom slide size deyəndə belə bir pəncərə açılır. White vasitəsilə hündürlüyü, daha doğrusu eni, height vasitəsilə hündürlüyünü təyin edə bilərsən. Bir də burada maraqlı bir anlayış var. Number slide from. Bu slaydın başlanğıc nömrəsini təyin edir. Yəni, slayd neçənci nömrədən başlayaraq nömrələnsin. Baxın, indi mən 4 təyin elədim deyə birinci slaydın nömrəsi neçə oldu? 4 oldu. Yəni, buradan belə bir qeyd ortaya çıxır ki, slaydlarda, yəni slaydlar üzərinə nömrə insert-dən əlavə edilir. Amma başlanğıc nömrə dizaynla təyin edilir. Yəni, biraz adama əlaqəsiz görünür, amma belədir. Yəni, ayrı-ayrı yerlərdədir. Buradan da deyəcəklərim məncə kifayətdir. Dizaynda yekunlaşmış oldu. Yerdə qalan tabları isə inşallah növbəti videoda izah eləyəcəm.